İslamofob saytlar yenə öz ampluasındadır. Yenə İslam dininə qarşı dözümsüzlükləri özünü biruzə verir bunların başlıqlarında. Məsələn, Az Xəbər saytı var. Bugün diqqətimi cəlb elədi. Belə bir xəbər başlığı verib ki, ərindən icazəsiz ata evinə gedən qadınlar həbs olunacaq. Belə bir başlığı yazıb. Şübhəsiz ki, bu başlıq oyunu hər bir kəsi maraqlandırır. Adam istəyir ki, daxil olsun, oxusun, baxsın, görsün söhbət nədən gedir. İlk növbədə ağla gələn özümüz oluruq və baxıb görsən ki, söhbət yox, burada bizdən yox, Əfqanistandan gedir. Bu məsələnin bir tərəfi ayıbdır. Yəni, yalançı başlıqlar sözün doğrusunu götürüb başqa bir kontekstdən çıxarıb ünvanı qeyd etməməklə bu kimi başlıq oyunu bütün saytlarımız demək olar ki, əksəriyyəti 99.9% bundan istifadə edirlər ki, izləyici toplasınlar, oxucu onların bu xəbərini oxusun. Nəysə, bu ayrı bir dərddir, bu onların öz vicdanlarına qalsın. Qaldı ki, digər məsələ, biz ta binəyə qədimdən nənələrimizdən eşitmişik, görmüşük. Mən öz ağbirçəklərimdən görmüşəm ki, hələ o vaxtı da dədə-baba qaydalarına uyğun olaraq qadın ərindən icazəsiz ata evinə getməzdi. Mən bunu Bakıda görmüşəm, yaşamışam, şahidi olmuşam. Mənə inanmırsınız, soruşun biri ağbirçəklərinizdən, əgər sağ qalanları varsa və mənim bu sözümü təsdiq eləyəcəklər. Bu bizim adət-ənənədir. Bizim qadının kişiyə verdiyi bir dəyərdir, bir hörmətdir, bir ehtiramdır. Evin yəsi olaraq, çünki evin yəsi kişidir. Kişisiz ev yəsi olmadan qadının ixtiyarı yox idi ki, belə qapını açsın, kimisə evə buraxsın. Düzdür, indi tamam alayı şeyləri görürük biz. O qaldı keçmişdə. Amma o bir dəyər idi, o bir adət-ənənə idi, o bir hörmət idi, ehtiram idi, kişinin izzəti idi. Niyə görə biz bu sözü eşidirik hər dəfə, amma bunun bir mahiyyətinə varmırıq? Arvad sözü yoxdur, övrət sözü var. O sözün kökü övrətdir. Övrət də irzdir, namusdur, qapalı qalmalı olan bir məsələdir. Bunu başa düşməyən ağla mən burada danışım, heç bir xeyri olmayacaq. Sonra yenə də digər bir məsələdə yazıblar ki, bəs döymək məsələsi ilə bağlı, İslamda döymək var. Siz niyə ayənin əvvəlini oxumadan ayənin sonunu götürürsünüz? Söhbət burada Ən-Nisa 34-dən gedir. Ayənin əvvəlində qeyd olunur ki, sözə baxmayanlara nəsihət eləyin. Birinci deyir, nəsihət elə. Sonra deyir ki, otağını, yatağını ayır ondan. Bu da bir təlim-tərbiyə metodu olsun, üslubu olsun. Sonra deyir ki, yüngülcə vurun. Və biz evladlarımıza münasibətdə gəlin baxaq görək, bu məsələni tətbiq edirikmi? Əlbəttə edirik. Nəsihət eləyirik, əlindən hansı bir oyuncağı alırıq, telefonu alırıq əlindən. Sonra da qulağa görəndə ki, yox, bu da keçmir, yüngülcə bir kötək dəyir, bir qapaz dəyir, yüngülvari, ki, adam ol. Yəni, bunu başa düşmürsünüz siz. Yəni, bu var axı bizdə, bu bizim adət-ənənədə var axı. Niyə görə məsələni təzallı şəkildə gətirib İslamın üzərinə yönəldirsiniz ki, baxın, İslam dini gör nədir? Bu bizim adət-ənənədə var da. İndi əgər siz tətbiq eləmirsiniz, o demək deyil ki, yoxdur. Yaşamırsınız, o demək deyil ki, yoxdur. Hər kim ki, İslama qarşı qərəzli münasibət bəsləyir və İslamı qaralamağa çalışır, bilsin ki, Allah təbarək və təalaya müharibə elan etmişdir. Və bu müharibəni heç vaxt uda bilməz. Bütün saytlar əlində olsa, milyardla auditoriyası olsa, yenə faydası yoxdur. Çünki Allah öz nurunu tamamlayacaq. Əssəlamu aleykum.